Fərqli dadlı bir şeylər yoxlamamı çox sevirsiniz və bunu uzun müddətdə eləmirdim. İndi isə fərqli belə məhsullar yoxlayacağam. Burada da çoxunu almışam. Bunu 6 manat 50 qəpik almışdım. İçində makaron kimidir deyilənə görə. Baxın, adını da belə skrin edə bilərsiniz. Çox maraqlıdır mənə də. Belə içindən belə bir şey çıxdı. Yəqin ki makaronudur. Boşqa. Deməli, birinci bunu soxulcanları. Belə soxulcan jelibonlar var, ondandır. Əlavə edirəm. Bu geldi. Bu da nəsə stikdir. 2 dənə də stik var. Düşünürəm ki, birinci bunları açmalıyam. Çünki çox dolaşıq. Bunları açıb yemək olmayacaq. Baxın, belə. Güya bu makarondur. Sonra stiki açdım. Görün bu nədir? Bizdən kömək alacaq. Belə ağ. Belə bir şeydir. Bilirsiniz nə dadır? Uşaq vaxtı belə qolbaqlar olurdu. Biz onu yiyirdik. Eynən onun dadını verir. Bunu birini saxlayacağım. Bu da sour, turş, gel. Bunu da bunun üstünə tökməliyik. Bugün şəkər komasına girəcəm, bir onu bilirəm ki. Və hər şeyi turş almışam. Elə bilin olub. Əslində bir qabın içindən çox şey çıxdı. Amma 6 manat 50 qəpik düşünürəm ki, belə şeylərə görə çoxdur. Nə bilim, ya da mənə elə gəlir. Ya da mən qocalmışım. Belə. Geli də sadəcə belə şirəli bir şey idi. Bunu düşünürəm ki, adi bilirsiniz də bu jelibonları. Üstündəki geldə heç bir dad vermədi və turş deyil. Amma bu var. Bu eynən o bizim qolbaqlarımızın dadı gəlir. O vaxt 20 qəpik alırdıq. Bunu qoydum kənara. Bu istikdə onluydu. Bu arada bu da var yemiş içində. Bu bilirsiniz nədir? Ağızda part ondan eləyən. Bunun dadına sonra baxacağım. Mənə maraqlı olan bir buydu. Bir də bu. Bəli, bu ilgənc görünə bilir. Amma mənə ilgənc gəlmir. Bu dropu hər yerdə görürdüm. Bir də qələm. Və yoxlamaq istəyirdim. Bu turş qələmidir. Nəsə turş gəlmədi mənə. Baxın, yaxından da belə göstərim. Bu arada mən son 2 ayda 10 kilo çək atmışam. Bunun üstünə mən belə sıxmalıyım, amma bunun deşiyi yoxdur. Mən necə sıxacam? Peki arxasındadır. Deşikli olan tapdım. Belə bir konfet və üzərinə biz bunu sıxmalıyıq. Amma necə sıxırıq? Belə. Dropun içinə belə gel tökürük. Belə. Və buna əslində düşünürəm ki bunun jelibonları çox keyfiyyətlidir, amma yenə də bu mənə turş gəlmir. Mən çox belə soğur şeyləri sevirəm, duzlu turş. Və bu iğrənc görünən jelibon. Belə çox qəribədir bilirəm, amma maraqlıdır mənə, yeməliyəm. Və bunu dərman kimi açırıq deyəsən. Yox, belə. Heyf, sıxmaq olmur. İçindən konfet çıxdı. Belə. Mavi rəng. Dadlıdır. Mini konfetlər. Bunu bilməm neçə almışdım. Bunu 2.50 almışdım. Bu da ucuz olar. Yəni 1 manat falan olar bəlkə də. Ən baha aldığım buydu 6.50-yə. Bu 90 qəpikdir. Bir də bunlar 60 qəpik. İndi keçək buna. Bu nədir? Deyir, diş pastasıdır.
Və şotka kimi belə bu güya diş fırçasıdır. Bunu batıracağıq. Diş fırçamız qırıldı. Diş fırçamız qırıldı. Bunun üstünə də bunu sıxırıq ki, güya biz dişimizi fırçalayırıq. Bu da turşdur. Hesabda turş olmalıdır. Baxacam dadına. Axırın səfər belə videolar bəlkə də 2 il öncə çəkmişəm. Mən belə videolar çəkəndə 10 il öncə Azərbaycanda heç kim bu videoları çəkmirdi. Sonradan o qədər çox kontinenti çoxaltdılar ki, sağ olsunlar, artıq o videoları mən çəkməyi istəmədim. Heç bir dadı yoxdur. Bəyənmədim. Heç bu konfetin də dadı yoxdur, bunun da dadı yoxdur. Bunları sevmədim. Amma bunu satan qız dedi ki, bu ikisi çox dadlıdır. Ben bunu zibilini kənara qoyum. Bu çiyələklidir, bu yaşıl almalıdır. Birinci yaşıl almalını yoxlamaq istəyirəm, niyə bilmirəm. Normalda çiyələyi yoxlayardım, amma yaşıl alma daha çox diqqətimi çəkdi. Belə tısbağadır. Bunun böyükləri də var idi. Bu 60 qəpikdir, amma o birisilər 90 qəpiyə idi. Bunu bir dənə içirik. Ona oxşuyur. İnşallah onun dadı gəlir. Çünki o çox keyfiyyətli idi. İndikilərdən belə sabun dadı gəlir. Kəsə bilmədim, amma dişləyəcəm. Eynən onun dadı gəlir. Keyfiyyətsiz İran mağazasının marshmallow deyim, yoxsa jelibonu kimi dadmır da. Yəni bu necə başa salım sizə? Bərk. Amma onlarda yəni bildiyiniz çox iyrənc dadı gəlir. Bu yaşıl alma dadı gəlir. Və adamın ürəyini bulandırmır. Bu arada yəqin ki, bu şəkildən özümü nə qədər çox sevdiyimi görə bilirsiniz. Evdə heç kimin şəkli belə divarda asılı deyil. Bir dənə öz şəklim, özdə nə boyda. Həm də girəcəkdə, düz zal hissəsində. Dostlar, bu qədər mən bunları yoxladım. İstəsəz adlarını skrin edə bilərsiniz videodan və sizə yerlərini deyə bilərəm hardan alarsınız. Qiymətləri də münasibdir məncə. Yəni yoxlamağa bir dəfəlik dəyər. Düşünürəm ki, içində ən çox uşaqlığımı xatırladan bu stik idi. Dediyim kimi o qolbaq dadı gələn. Bu soğurun jelibonunun özü də dadlı idi, keyfiyyətli idi. Konfet də pis dadmırdı, amma bu da gözəl idi. Məncə yoxlamağa dəyər. Sağ olun.